5 fırçanı alırsan, sonra da mənə təşəkkür edirsən. Bu qədər fırça alandan sonra nəhayət ki ən doğrularını tapdım. Vallahi çok sevindim. Vallahi. Allah çok heyecanlıyım. Tamam, heyecanlandım. Birincisi Naskita'nın 259 nömrəli Tanani fırçasıdır. Həm iz qoymadan çox gözəl formada Tananinizi üzünüzə yedizdirə bilirsiniz. Dəfələrlə yuyuram, hər dəfə tətbiq etdikdən sonra yuyuram. Qətiyyən tükləri tökülmür, çox sıxdır və çox keyfiyyətlidir. İkinci olaraq isə mənim ən çox sevdiyim fırçadır, baxın. Ənlik fırçasıdır. Çox yaxşı oturur və getəndə yumuşaq. Bayılıram bu fırçaya da. Üçüncü olaraq mənim favori məhsulum. Bundan stoklayacağım. Çünki hər şeyi bundan tətbiq etmək çox asandır. Elə meyillidir və bu hissəyə çox qəşəng oturur. Bronzer, krem məhsulu, toz məhsulu o qədər möhtəşəm yayır ki, maye məhsulu. Yəni istənilən halda siz bu fırçadan 2-3 dənə əldə edin. Çünki Tananiyə də çox qəşəng oturur, bronzerə də çox qəşəng oturur. Qəşəng fırçadır. Bu mənim ən favori fırçamdır. Nömrəsi isə Naskita Pro'dan 287. Göz fırçası olaraq sizə sadəcə bir məhsul göstərəcəm. Çünki bu məhsul elə bir məhsuldur ki, həm göz üstünüzdə qarışdırma fırçası olaraq istifadə edə bilərsiniz. Həm yanağınıza highlighter tətbiq edə bilərsiniz. Bildiyiniz kimi artıq highlighterları belə böyük fırçalarla deyil də, balaca fırçalarla lokal zonaya daha yaxşı istifadə etmək olur. Bununsa nömrəsi 261 nömrədir. Bu göz makyajını da sadəcə bu fırça ilə eləmişəm. Ən çox sevdiyim fırçalardan biri Naskita'nın konsiler fırçasıdır. Nömrəsi isə 136'dır. Mən bunu bütün bu fırçalardan daha öncə əldə etmişəm. Konsileri çox qəşəng dağıdır. Münasib qiymətədir. Həm də ki yumuşaqdır. Gözünüzün altını cırmır. Heç nə dostlar, bu 5 fırçanı alırsınız və onlarla fırçalamaq dərdindən xilas olursunuz. Mənim videomu da bəyənirsiniz ki, bu videoların davamını gətirməyə motivasiyam olsun. Əgər videonu bəyəndinsə, şərh atıb, səhifəni də izləməyə almağı unutma ki, bundan sonraki videolar sənin də qarşına çıxsın. Hələlik!